Salam əziz tələbələr, biz sizlərlə bugünkü dərsimizdə CSV vasitəsilə tekstlərimiz, məzmun teqlərimiz içində yazılan məzmunlar üzərində görəcəyimiz dizaynlar haqqında danışacağıq. Visual Studioya daxil olaraq paragraf teqimizi yaradırıq. Deyə olar ki, mən bu dərsimdə ən çox paragraf teqindən istifadə edəcəm və dizaynlarımı bunlar üzərində göstərəcəm. Sizə bir dənə məlumat yazaq. Loremi burada yazıram. Ona bir dənə açaq, Open Visual save eləyək və browser üzərindən bir dənə baxaq. Tamam, görünüşümüz bu formadır. Mən özüm biraz ekranı yaxınlaşdırmışam ki, daha yaxından görək. 200 yaxşı bir ölçüdür. Visual Studio'da seçimimizə daxil olaraq paragrafımı çağırıram. İlk öncə öyrənəcəyim uşaqlar text align-dır. Text align textin, yəni məzmunun düzləndirməsi deməkdir. Default olaraq left gəlir. Yəni leftdən önce ən axı göstərəcəm. Başlayaq right-dan. Right məzmunun, yəni paragrafımın sağdan düzləndirməsini, yəni sağdan başlaması üçün istifadə olunur. Bizim hərflərim oradan yazmaya başlamayıb, amma məzmunun özü sağ tərəfə sıxışdırılıb. Yəni normalda soldan sıxışdırılır, indi sağdan başlayır. Tamam, bundan sonra öyrənəcəyimiz Justify var. Justify nə iş görür? Justify-da hər bir sətrin başlanğıcı eyni bir nöqtədədir. Yəni kənarda olan məsafələri nəzərə alır. Həmçinin sətirlərimin bitəcəyi yerdə eyni bir düzxət üzərindədir. Yəni qıraq məsafələri, kənar məsafələri nəzərə alır. İndi isə center haqqında danışaq. Centerə gəldikdə isə görürük ki, sətirlərimin qıraqda olan məsafələr eyni deyil. Yəni kənar məsafələr nəzərə alınmayıbdır. Burada birinci sətrim və ikinci sətrim arasında məsafəyə baxsaq, özünüz buradan fərqi görəcəksiniz. Burada məsafə çoxdur, burada qıraqdan kənardan məsafə azdır. Üçüncü sətirdə isə vəbşi qıraqdan məsafə çoxdur. Həmçinin sətrimin sonunda da var bu. Bir də left-i deyək. Left yazıram. Görünüşüm bu formada olur. Yəni soldan başlayır düzülməyə normal olaraq. Bəs mən bura left yazmasam, kodumu slash atıram, kodum işləmir, baxıram. Göründüyü kimi eyni bir görünüşdür. Yəni siz bura left yazdınız, yazmadınız. Default olaraq text align left qəbul olunur. Tamam. Text align haqqında bu qədər. İndi isə keçək text decoration haqqında danışaq. Text decoration. Tamam. Başlayaq underline-dan danışmağa. Underline, bəlkə siz bunu HTML-də görmüsünüz. Ahref teqimizdə var idi bu. Teqin altından xətt çəkmişdi. Burada da bəli, text decoration underline verdikdə məzmunumuzun paragrafın içindəki bütün sətirlərin altından xətt çəkir. Bundan başqa text decoration line source var. Bu məzmunun üzərindən xətt çəkir. Üzərindən yazıyor bu üzərindən, üstündən yox, üzərindən xətt çəkir məzmunumuzun. Çox o qədər istifadə olunmur. Bundan başqa tanıyacağımız overline var. Xəttin bu isə məzmunun isə üstündən xətt çəkir. Yəni text decoration underline altdan, overline isə üstündən xətt çəkir. Bir də istəyirsiniz burada bir dənə ahref teqi yaradaq. Paragrafından sonunda bir dənə ahref teqi yaradıram. Sizə bir dənə məlumat yazaq. Baxırıq, ahref teqim buradadır. Altından da bir dənə xətt çəkilibdir. Bəs mən bunu necə istəmirəm, yəni altdan xətt çəkilsin. Normal bir spanın dizaynında olsun. Normal. Gəls bura text decoration nan eləyirəm. Yəni ləğv edirəm text decoration hər nədirsə. Bəli, göründüyü kimi altdan gedən xətti ləğv olundu. Yəni mən buradan nanı sizə göstərərdim. Prosta yəni deyəsiniz ki, onsuz da nandır. Yazdım, yazmadım, altdan xətt çəkilir. Amma ahref teqin üzərində avtomatik olaraq text decoration underline gəldiyinə görə onu ləğv eləmək üçün ahref teqinə burada çağırıb text decoration nan deyirsiniz və altdan çəkilmiş o xətti ləğv olur. Tək ahref teqi yox, başqa hansı teqlər varsa əgər üzərindən üstündən xətt çəkibsə, onu da bu formada ləğv eləyə bilirsiniz. İndi isə danışaq text transform haqqında danışaq. Text transform nə iş görür? Bu əsasən məlumatın hərfləri üzərində iş görür. Sən capitalize baxaq. Hər bir sözümün ilk hərfini böyük hərflə yazır gördüyünüz kimi. Yəni bütün sözlərim böyük hərflərlə yazıldı. Capitalizedən başqa burada əsas vacib olan tanımağımız uppercase-dir. Uppercase isə təkcə ilk hərfi yox, bütün hərflərini böyük hərflə yazır. Buradakı yazılmış böyük hərflər font size, ölçü baxımından böyük yox, əlifbanın böyük hərfləri ilə yazılır o mənada. Bir də uppercase-in əksi olan lowercase-imiz var. Lowercase isə bütün hərfləri kiçik hərflərlə əvəz eləyir. Yəni əlifbanın kiçik hərfləri ilə yazır. Tamam, bundan sonra tanıyaraq text, məsələn, nədən danışaq? Text indexdən danışaq.
text indent. Məsəl üçün bu sistem bir ölçü istəyir. Məsəl üçün verirəm 50 piksel. Görünüşdə baxaq, bu ən çox rəsmi məlumatlarda, yəni rəsmi bir səhifə adresi orada istifadə olunur, düzgün yazı forması üçün. Tekstin də 50 piksel verirsiniz, ilk cümlənizin soldan götürdüyü məsafə 50 piksel olur. Sanki burada bir abzas yerləşdirilib və cümlə buradan bir abzasdan başlayır və buradan verdiyiniz məsafə kimi məsafədən daha istifadə edərək bir abzasda qura bilərsiniz text indent vasitəsilə. Tamam, bundan sonra danışaq spacing haqqında danışaq, məsafələrimiz haqqında. Bir var letter spacing. Məsəl üçün buna verin bir 10 piksel. Letter spacing hərflər arasında məsafə deməkdir. Gördüyünüz kimi mən bu məzmunumda hər bir hərf özündən sonraki hərf arasında verdiyimiz ölçü qədər nə qədər vermişdik? 10 piksel. Tamam. 10 piksel bir məsafə buraxır. Həm özündən əvvəlki hərf, həm də özündən sonraki hərf arasında 10 piksel bir məsafə var. Bundan sonra letter spacing-ə oxşayan word spacing haqqında danışaq. Buna da 10 piksel verim, görün. Bu isə, bəlkə də 10 piksel verdim, az oldu, görmədiniz. Word isə sözlər arası məsafə deməkdir. Baxıram, burada da bayaq hərflərdə olduğu kimi sözlərim də özündən əvvəlki və özündən sonraki söz ilə arasında 10 piksel bir məsafə qoydu uşaqlar. İndi isə danışaq line heyətimizdən. Line heyətə bir 20 piksel verirəm. Görünüş üzərindən danışaq. 20 piksel, deyəsən özü 20 piksel idi, ona görə işləmədi. 50 verirəm. Tamam, indi oldu. Hətta biraz belə yaxınlaşdırım. Sətirlər arası bir məsafə təyin edir. Əslində bunun mənası, yəni gördüyü iş əslində sətirlər arası məsafə deyil. Bu sətrin hündürlüyünü artırır. Yəni sətirlərimin hündürlüyü 50 piksel olur. Amma avtomatik olaraq bizə gələn görünüş onu göstərir ki, sətirlər arası sanki məsafə verilib. Ona görə də yəni sətirlər arası məsafə vermək istəkdə line heyətdən də istifadə edə bilərsiniz. Tamam, indi isə danışaq direction haqqında danışaq. Direction. Siz əslində direction-ı görmüşsünüz. Budotek'in içində görmüşdünüz yadınızdasa. İçində onun da belə olduğu kimi RTL və LTR var idi. LTR left to right demək idi. Yəni bu default olaraq onsuz da belə gəlir. Bir də RTL var idi. Sağdan sola deməkdir. Amma gördüyünüz kimi, əgər yadınızdansa, bu direction-la budotek'in içindəki dil arasında fərq var. Bu sadəcə məzmunumu sağdan sol tərəfə gəlir, sağ tərəfə sıxışdırır. Amma o isə yadınızdasa, sözlərimi belə tərsinə çevirib buradan üzüb bu tərəfə yazırdı. Yəni ərəb yazısı kimi yazırdı. Amma bu direction o işi görmür, sadəcə mənim məzmunumu sağ tərəfə sıxışdırır. Tamam, indi isə danışaq text shadowlardan haqqında biraz danışaq. Hətta istəyirsə text shadow biz bir H1 üzərində göstərək. H1-imizi yaradaq. Yazımızı yazaq. Gələk indi isə bura. H1-imi çağırıram. Deyim buna bir dənə text shadow. Nə qədər verək? Olsun, məsəl üçün soldan sağa. Birinci yazdığınız soldan sağa olan məsafədir. 5 piksel soldan sağa gəlsin. İkinci yazdığınız kölgənin yuxarıdan aşağı olan məsafəsi. Yəni text shadow kölgə effekti. Birinci soldan sağa, ikinci yuxarıdan aşağı olan məsafədir. Buna da verək bir 4 piksel. Axırıncı yazdığın isə rəngin bulurluğudur. Yəni rəng nə qədər yayılacaq qırağa, onu göstərir. Rəngin bulurluğunu da verirəm bir 3 piksel. Ən sonda isə sizdən rəngi istəyir. Yəni verdiyim kölgə effekti hansı rəngdə olacaq, onu deyir. Keçək bura baxaq. Bəli, gördüyün kimi diqqətlə yaxından da baxsaz, kölgə effektimiz hal-hazırda yaranıb. Biraz bulantıq düşüb, çünki mən burada bulurluğu çox vermişəm. Gəlin bunu bir 100 verin, baxın. Yəni kölgə effekti yoxa çıxır, çünki o qədər bulduğu ki görsənmir. 10 versəm belə var, amma tam aydın oxunmur. Hətta siz onda gəlin bunu 1 eləsəz, tam belə istədiyiniz kimi bir net kölgə effekti ala bilərsiniz. Gəlin bunlar üzərində biraz dəyişək, bunları da görün. 10 soldan sağa olan məsafəsində artırıram. Kölgə biraz sağ tərəfə gəlir. Bu da ki, məsəl üçün 14-dür, 14 eləyirəm. Bu isə kölgə effektinin yuxarıdan aşağıya olan məsafəsidir. Text shadow haqqında danışmışkən sizə gəlin box shadow haqqında da danışaq. Box shadow. Bu isə tagin özünə verilən bir kölgə effektidir. İçindəki məzmun text isə ona text shadow verilir. Amma əgər tagin özünə vermək istəyirsə box shadowdan istifadə olunur. Buna bir dənə background color verirəm. Verək elə yellow green. H1-imizdə hər arada buradan boş saxlamışam deyə olmur. Tamam, götürdü. Biraz ekranı kiçildək. İndi isə gələk buna bir dənə box shadow verək.
Tamam. İçində bu da təkrar olduğu üçün bir ölçülər istəyir. Yenə birinci yazdığınız soldan sağa olan məsafədir. 3 piksel. Burada nöqtəli vergül qoymamışıq. Tamam. İkinci yazdığınız yuxarıdan aşağı olan məsafədir. Buna da elə verirəm 3 piksel. Üçüncü yazdığınız rəngin blurluğudur. Bunu verək 2 piksel. Bu isə rəngin ən sonda yazdığınız rəngidir. Baxıram. Bəli, blurluğu burada az vermişik. Bunu eləyək sizə bir 10 piksel. Tamam, gördüyünüz kimi diqqətlə baxsaz, həm yuxarı tərəfimdə, həm aşağı tərəfimdə, həm solda, həm sağda mənim kölgə effektim var. Sağ soldan daha çoxdur. Niyə? Çünki mən burada kölgə effektini o tərəfə itələmişəm. Yəni soldan sağa doğru itələmişəm. Ona görə bunu sıfırlasaz, soldan sağa olan məsafəni, hətta yuxarıdan aşağı olan məsafəni də sıfırlasam, soldan sağa və yuxarıdan aşağı olan məsafələrim eyni olur. Tamam. Texture haqqında da danışdıq. İndi isə buradan H1-imizi də silək. Gələk başqa nə haqqında danışa bilərik. Ya da elə H1-imiz qalsın. Gəlin sizin font size haqqında danışaq. Paragrafımızı da kələrik, slash ataq. Ya da paragrafımızı silək. Slash'da qalsın. Birdən istifadə edərik. Font size niyə gəlmir? Harasa tek səhv eləmişik. Deyəsən CSS-də error deyir. Aha, tamam, baqa düşübdür biraz yerimiz. Bunu bir dənə silək. H1 font size. Misal üçün verirəm bir 100 piksel böyüklüyə görək bu formada. Avtomatik olaraq məzmunumun ölçüsü artır. Bu default olaraq uşaqlar H1-dir. Ona görə 32 pikseldir ölçüsü. Yəni default olaraq bu boydadır. Yəni font size istifadə edərək ki, bir məzmununuza, yəni bu tək bir H1-də yazmışam, amma tək H1 üçün deyil. Yəni bütün tekstlər üzərində siz bunu edə bilərsiniz. Ölçüsünü böyüdüb balacalaşdıra bilərsiniz. Yəni deyirəm, default olaraq isə 32 piksel gəlir. Yəni 32 yazıb gözləməyin ki, ölçüsü dəyişsin, onun sözü 32-dir. İndi isə keçək font weight haqqında danışaq. Hətta gəlin bu 50 piksel yox, 40 pikseldə 50 pikseldə qalsın. Font weight nədir? Onu bunun üzərindən göstərək. Font weight qalınlığı azaldır sanki. Məsələn, içinə hazır baxdıqda 100-dən 900-ə kimi rəqəmlər var içərisində. Bunu 100 verirəm. O qalınlıq nazikləşdi. Siz gəlin bundan əvvəlki hala baxaq. Qalınlığı belədir. Font weight-mi verirəm 100 və içindəki qalınlıq nazikləşdi. Bunu 900-ə kimi qiymətlərini artıra bilərsiniz. 900-ün demək olar ki, normal haldan heç bir fərqi yoxdur. Sadəcə 100-ə doğru azaldıqca get-getə nazikləşməyə başlayır yazımız. Bir də burada içində bold və bolder var. Əslində bunlar arasında heç bir fərq yoxdur demək olar. Sadəcə bir çox demək olar ki, Braziliya üzərində dəstəklənmirlər və o qədər demək olar istifadə olunmurlar. Siz font weight-dən istifadə edirsə ancaq 100 və 900 aralığında olan qiymətlərdən istifadə edərsiniz. Bir də qaldı ən sonda danışacağımız font family. Hətta siz gəlin font family paragrafımız üzərində göstərəklər buradan. Paragrafımı açıram. H1-imi artıq silək. Gələk bura. Font family üçün nə edirik? Keçirik. Google.font saytına daxil oluruq. Google font saytına, Google fontdan buradan daxil olaraq özümüzə bir dənə font family, yəni bir dənə dizayn seçək. Şurayımıza aşağı elə bir dizayn olsun ki, verdiyimiz yəni bilinsin. Məsəl üçün bu yaxşıdır. Siz buradan gəlib bir ölçü təyin edə bilərsiniz. Əvvəlki dizaynı silək. Gəlib buradan yazı üçün bir ölçü təyin edə bilərsiniz. Hətta baxsınız üzərində bold yazılıb, regular yazılıb. Bu normaldır. Light çox nazik deməkdir. Bold isə biraz qalın şriftdir, qalınlıqdan istifadə olunub. Buradan özünüz istəyinizə uyğun bir ölçü seçə bilərsiniz. Seçdikdən sonra isə hansını istəyirsə, bold, regular, orta qaydada bir yazı ya da light istəyirsə, sadə bir yazı istəyirsə, bura klikləyib sağ tərəfə baxırsınız. Burada sizə bir link veribdir ilk öncə. Sağda verilmiş bu linki kopyalayırsınız. Gəlirik bura, vizuala. CSS linkimdən həmən sonra məndə əvvəldən link var idi. Gəlirəm bura. CSS linkimdən sonra bu linki buraya yapışdırıram. Tamam, buranı bağlayaq. Keçək indi isə bura. Bir də sizdə bəzi hallarda 1, 2 və daha artıq link verə bilər. Yəni, o vaxtında yəni, problem deyil. Elə bir iki səhv gerirsiniz, bəzən olur. İndi isə gəlirəm, buradakı font family-min özünü kopyalayıram. Linki apardım, bağladım. İndi isə gələk, özünü kopyalayaq. Keçirəm bura,
Bunu da artıq silirəm, çünki özü avtomatik olaraq mənə bir font family verib. Tamam, oldu bu formada. Bir də burada paragraf deyək, bunu da dəyişək, paragrafımızı eləyək. Tamam, buramızı da save eləyəkdən sonra keçək biraz üzərində. Bəli, yazımızın ölçüsü, paragrafımızın dizaynı dəyişdi uşaqlar. O qədər də çox bilinmədi əslində, çünki demək olar defaultla eyni oldu. Gəlin başqa bir dənə konkret fərqliliyi bilinən, məsəl üçün bu. Əvvəlkini silək. Select style eləyirəm. Linkimizi onsa kopyalamışıq. Gələk bunu kopyalayaq. Kopyalayaq. Keçək bura. Gələk bura yapışdıraq. Kursiv, flankda. Bəli. İşlədiyi göründü. Bayaqki paragrafın default dizaynına çox oxşuyurdu deyə işləyib işləmədiyi tam da bilinmədi. İndi yeni bir dizayn götürüb onu atdım. Bəli, işlədiyi göründü. Artıq biraz yazı font fəmillərimiz qəribələşib. Şriftlərimizin ölçüsü də biraz dəyişilibdir. Tamam. Kursivi buradan silsəz. Yəni kursiv onun font stylini göstərir. Gəlib burada font style yazırsınız. Bunun içində olan məsələn italik var, normal var. İtaliki qeyd edirəm. Baxaq, gördüyünüz kimi yazımızın font familisi dəyişdi və hərflərimiz sağa doğru ərilməyə başladı, fikir verirsinizsə. Yəni font familinin burada sonda yazılanı, kursivini götürüb font style üzərində siz onu da dəyişə bilərsiniz. Onun üzərində də işlər görə bilərsiniz. Yəni kursiv çünki onun normalda font style'ıdır. Yəni bura kursivdə yaza bilərsiniz. Bugünkü dərsimizdə bu qədər. Biz bugünkü dərsimizdə istənilən tekstlər, fontlar üzərindəki görə biləcəyiniz işlərimiz haqqında danışdıq.